Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə ODK-nın 2025 7 sentyabr tarixində keçirmiş olduğu 11-ci siniflər üçün səviyyə təşbih sınavının ətraflı izahına birlikdə baxacağıq. Dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Birinci sualımızda sifətin düzgün dərəcəsinin tapılması istənilir. Zənn olduğuna görə mən müqayisə dərəcəsini yazmalıyam. Müqayisə dərəcəsi çox hecalılarda sözün əvvəlinə mor artırmaqla düzəlir. Bu səbəbdən doğru variantım C variantı. Əlavə olaraqdan qeyd etmək istəyirəm ki, normalda feildən sonra zərf gəlir, lakin bizim bəzi feillərimiz var ki, onlardan sonra sifət gəlir. Hansı feillər ki, onlar hərəkət bildirmirlər. Onların siyahısını ekranın sağ tərəfində paylaşacağım. Eyni zamanda testimizdəki smell sözü üzərindən gedək ki, smell-ın həm qoxlamaq, həm də qoxur mənası var. Burada güllər qoxur anlamında olduğuna görə mən artıq sifət yazmalıyam. 42-ci sualımızda wisely sözünün antonimi tapmaq lazımdır. Sözün tərcüməsi ağıllı şəklində gedir. Bu sözün əksi olaraqdan səfehcəsinə, yəni foolishly sözünü götürə bilərik. 43-cü sualımızda düzgün sual cümləsinin tapılması tələb olunur. Öncəliklə B, C və D variantında olan xüsusi sual cümləsinin strukturunu xatırlayaq. Bu tip cümlələrimizin sual strukturu bu şəkildədir ki, sual sözü daha sonrasında köməkçi və yaxud da əgər modal feil varsa modal feil, ardıca isə normal nəqli cümlə strukturu gəlir, yəni mübtəda, xəbər, tamamlıq, yer və zaman. Bunun əsasında gəlin bu üç varianta baxaq. B variantında when-dən sonra köməkçi gəlməyib, C variantında köməkçi gəlsə də qeyd istifadə olunan cümlədə keçmiş zamanın şəkilçisi düşməlidir, lakin burada düşməyib. D variantında da doesn't olan cümlədə feilimin sonundakı s düşməlidir, burada bu cümlədə düşməyib. A və Y variantında isə ayrıca sual növüdür. Ayrıca sual növlərində vəziyyət bu şəkildə idi ki, birinci cümləmiz təsdiqlədirsə, ikinci hissəmiz inkarda olacaq. Və yaxud da əksinə, birinci cümləmiz inkardadırsa, digəri təsdiqdə olacaq. Hər ikisində eyni situasiya keçərlidir. Birinci cümləmiz təsdiqdə, ikinci isə inkardadır. Lakin bu məqama da diqqət yetirmək lazımdır ki, birinci cümlədə istifadə olunan feilə baxmalı və onun əsasında düzgün köməkçini tapmaq lazım idi. E variantında istifadə olunan modal feildir. Hətta modal feilimizin köməkçisi isə had ilə yox, do, does, did ilə olur. Burada keçmiş zamandadır. Keçmiş zamana uyğun olaraqdan didn't-dan istifadə etməliydim. Ona görə də doğru variantımız A variantı və mənim köməkçimdir və weren't-dən istifadə etmişəm. 44-cü sualımızda by grandma, yəni nənə tərəfindən olması bizə artıq bildirir ki, bu cümlədə məhcul növdən istifadə etmək lazımdır. Bu səbəbdən məlum növdə olanları çıxarıram. C variantında düzgün quruluş deyil, yəni to be-dən sonra participle to gəlməli idi. Keçmiş və indiki zaman arasında qalıb, baxıram ki, cümlədə last var. Keçmiş zaman olduğuna görə doğru variantımız A variantı. 45-ci sualımızda düzgün modal feili tapmaq lazımdır. Can modal feilindən sonra to-suz məsdər gəlməlidir. Have to, has to, had to modal feilinin köməkçisi do, does və diddir. Bu səbəbdən də sualını ön artırmaqla düzəldə bilmərəm. Eyni şəkildə have to-da inkarı düzəltmək üçün don't have to-dan istifadə etmək lazım idi. Özü ilə sualı düzəlmir. B variantında isə aren't able doğru yazılsa da aren't able-dan sonra to gəlməli idi. Ona görə də doğru cavabımız D variantı. Main modal feilinin sualını düzəltmək üçün B-yi qarşıya keçirdirəm. 46-cı sualımızda düzgün əvəzliyin tapılmasıdır. Expensive shoes cəmdə olduğuna görə mən onun qarşısında təkdə olan işarə əvəzliklərini yaza bilmərəm. Variantlara diqqət yetirsək görərik ki, variantlarda yelik əvəzliyinin aslı və müstəqil formaları qalıb. Yelik əvəzliyinin aslı formasından sonra mütləq isim gəlməli idi. Müstəqil formadan sonra isə isim istifadə oluna bilməz. Burada baxıram ki, boşluğun sağ tərəfində isim yoxdur. Ona görə də mən aslı formaları yaza bilmərəm. Doğru cavabım D variantı. 47-ci sualımız uzlaşma qaydasına aiddir. The number of-u görürəm və the number of-u görürəmsə əgər mənim xəbərim dikdə olmalıdır. Bu səbəbdən də 1, 2 və 5 doğru cavabımdır. Will be məsələsinə ayrıca detallı formada toxunaq ki, will be həm təklərlə, həm də cəmlərlə istifadə oluna bilər. Fərqi yoxdur. 48-ci sualımızda əvvəlcə everini çıxaraq, çünki everdən sonra mütləq isim gəlməlidir. Tərcüməyə fikir verək. Has changed, dəyişib, eynidir, 5 il əvvəl olduğu kimi. Demək ki, burada artıq tərcüməyə diqqət yetirmək lazımdır. Heç nə dəyişməyib, heç nə olduğu kimidir deyə bilmərəm. Hər şey dəyişib, hər şey olduğu kimidir, yenə deyə bilmərəm. Hər şey dəyişib, hər kəs olduğu kimidir, yenə alınmaz. Lakin bu variantımız isə doğrudur. Heç nə dəyişməyib, hər şey olduğu kimidir.
49-cu sualımızda düzgün yiyəlik halının tapılması tələb olunur. Kökdən dəyişənlərin yiyəlik halı bir qayda olaraqdan yalnız apostrof S-lə olmalıdır. B variantında dünən həmişə təkdə olan sözlər sırasına daxildir, yalnız apostrof S-lə düzələ bilər. D variantında ortaq olaraqdan saç verilə bilməz. Ortaq ola bilmədiyi üçün də birinci ismimizə də apostrof S artırılmalıydı. E variantında Mrs. White-dan sonra applied, yəni mənim xəbərim, başqa sözlə desək feilim gəlib, amma hansı ki ismin yiyəlik halında apostrof S-dən sonra mütləq şəkildə isim gəlməli idi. Bu səbəbdən də doğru variantım C variantı, oğlanın son sözləri. 50-ci sualımız soğuk saç qaydasına aiddir. Ümumiyyətlə, soğudan sonra sifət zərf, saçdan sonra isə isim və yaxud da ismin qabağında da sifət gələ bilərdi. Bu səbəbdən soğudan sonra isim gələ bilməz, soğudan sonra sifət isim gələ bilməz, saçdan sonra isim gəlib, lakin E artikullu cəm isim gəlib ola bilməz. Doğru cavabım 4 və 5. 51-ci sualımızda feil işlənib, feildən sonra obyekt gəlib, obyektdən sonra artıq ikinci feilimi istifadə etmək istəyirəmsə, to ilə verməliyəm. Bu zaman artıq mən eyni anda hərəkətlər yazmalıyam. Mark Jane-ə zəng edərkən o otağı təmizləyirdi. Hər iki proses də eyni anda baş verir. Advice sayılmayan isimdir deyə cəmləndirə bilmərəm. E artiklı ilə lotsu cəmləndirə bilmərəm. Advice sayılmayan isim olduğu üçün men ilə də istifadə edə bilmərəm. Doğru variantımız a piece of, yəni vahidlə istifadə olunan sayılmayan isimdir. 54-cü sualımızda USA, United States of America olduğu üçün ölkə adı olsa da mən qabağına D artiklını qoyuram. Lakin İspaniya ölkə adıdır. Yanında heç bir artikl qoyulmalı deyil. P-nun qarşısında isə E artiklı qoyula da bilər, qoyulmaya da bilər. Burada baxıram ki, variantlara uyğun şəkildə yalnız B variantı qalır, yəni qarşısında E artiklını qoya bilirəm. 55-ci sualımızda since bağlayıcısı var. Bağlayıcının sağ tərəfi keçmiş zaman, digər tərəfi isə indiki bitmiş zaman olmalıdır. Bu səbəbdən də doğru variantımız Y variantı. Johnny universitetdən məzun olduqdan bəri 3 ildir ki, bizim kampaniyada çalışır. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, şərh yazaraqdan kanala abunə olmağı unutmayın.